Onun rəqiblərindən biri Cəlilabadlı Ulvi Bayramov başı üzərinə qaldırır və nəticəni 5 kiloqramda yaxşılaşdırır. Birinci cəhdində o 85 kiloqram ağırlıq qaldırmışdı. Turnir davam edir və yarış cədvəlinə yeni nəticələr yazılır. Budur Qadir Babayev, bir qədər əvvəl beynəlxalq dərəcəli hakim sertifikatı və döyüş nişanı ona təqdim olundu və artıq respublikamızda ağırlıq qaldırma üzrə 21 beynəlxalq dərəcəli hakim fəaliyyət göstərir. Bu da çox yüksək bir nailiyyət kimi dəyərləndirilir. Respublikamızın nümayəndələri təkcə Azərbaycan daxilində deyil, həm də xarici ölkələrdə keçirilən beynəlxalq miqyaslı yarışları da uğurla idarə edə bilərlər. Pərviz Kazımov Yoranboy idmançısı 3-cü cəhdində 90 kiloqramın öhdəsindən gələ bilmədi və yarışları 85 kiloqram nəticə ilə başa vurdu. Lakin qarşıda hələ təkanla yarışlar olacaq və yəqin ki, Pərviz Kazımov nəticəni bir qədər də yaxşılaşdıra bilər. İndi isə Məqsəd İsmailov 3-cü cəhdində 90 kiloqramın öhdəsindən gəlir və bu nəticə ilə də birdən ağırlıq qaldırma yarışlarını başa vurur. Lakin qeyd edim ki, ümumiyyətlə 69 kiloqram çəki dərəcəsində bu o qədər də yüksək nəticə sayıla bilməz. Çünki idmançılar bəzən 100, 105, 110, hətta 120 kiloqram ağırlığın da öhdəsindən gəlirlər və indi gəlin diqqət etirək. Bakı idmançısı Ulvi Bayramov 92 kiloqramın öhdəsindən gələ bilmədi. Bir qədər əvvəl 87 kiloqram ağırlıq qaldırmışdı. Ceyhun Dadaşzadə ikinci cəhdinə dəvət olunur. 92 kiloqram, bir qədər əvvəl 87 kiloqram ağırlıq qaldırmışdı və 92 kiloqramın öhdəsindən gələ bilsə, o Məqsəd İsmailovu keçəcək. Hələlik bu ən yaxın nəticə kimi qalmaqdadır. Xatırladım ki, 69 və 77 kiloqram çəki dərəcələrində idmançılar ümumi bir heyətlə yarış meydanında mübarizə aparırlar və onların nəticələri təbii ki, ayrı-ayrılıqda qeyd olunur. Ümumən 25 idmançı bu iki çəki dərəcəsində qələbə uğrunda mübarizə aparır və indi Elvin Xəlilov 92 kiloqramın öhdəsindən gəlir və birdən ağırlıq qaldırma yarışlarında nəticəni 5 kiloqram da yaxşılaşdıra bilir. Ceyhun Dadaşzadə o da eyni ilə 92 kiloqram sifariş verib. Bu idmançı paytaxtı təmsil edir və hələ ki 87 kiloqram nəticə ilə yarışları davam etdirir. Lakin 92 kiloqram öhdəsindən gələ bilmədi və birdən ağırlıq qaldırma yarışlarını ilə 87 kiloqramla da başa vurur. Cəlilabad komandasının Ulvi Bayramov bu idmançı da perspektivli atletlərdən biri sayılır. Çox inamlı çıxışları ilə seçilir. 3-cü cəhdində 93 kiloqram sifariş verib və doğrudur, ağırlığın öhdəsindən gəlir, amma bu çəki sayılmayacaq. Çünki idmançı ştangı qollarını sıxaraq başı üzərinə qaldırmışdı. Bu isə qaydalara ziddir. İdmançı qollarını bükməməlidir. İndi isə Turan Abdullayevə gəlin diqqət edirək, Abşeron komandasının üzvü zirvə klubunun yetirməsi 97 kiloqram sifariş verib və bu nəticə ilə o yarışlarda birdən ağırlıq qaldırma yarışlarında hələlik birinci yerə çıxa bilər. Çünki burada digər idmançılar hələ yarış meydanına çıxmayıblar. Bunların arasında Əli Sahib Kazımov, Nicat Rəhimov, Adiləm Kamran İsmailov,
Tofiq Allahverdiyev və başqalarını göstərmək olar. İndi isə Tofiq Allahverdiyev birinci cəhdinə dəvət olunur. Vurur 100 kilogram sifariş verib. Bakı idmançısı bu turnirdə qələbəyə namizədlərdən biri sayılır. Yeniyetlər arasında yarışlarda bu idmançı bir qələbə olaraq ən güclülər sırasına çıxır və indi 100 kilogram ağırlıq sifariş verib və bu da hələ ki yarışlarda ən yaxşı nəticə kimi qəbul oluna bilər. Bəli, 100 kilogram ağırlığın öhdəsindən gəldi. Beləliklə Tofiq Allahverdiyev hələ ki birdən ağırlıq qaldırma yarışlarında birinci yerə çıxır. Turan Abdullayev bu nəticəni yaxşılaşdırmağa səy göstərəcək. 101 kilogram sifariş verib və bu da onun ikinci cəhdidir. Birinci cəhdində 97 kilogramın öhdəsindən gəlmişdi. Bunu 4 kilogramda yaxşılaşdırmağa çalışır. Onun vaxtının bitməsinə artıq yarım dəqiqə qalıb. Ümumiyyətlə, idmançılara hər cəhdə görə bir dəqiqə vaxt verilir. Əgər idmançı bir cəhdin ardınca dərhal yenidən yarış meydanına dəvət olunursa, bu zaman ona istisna kimi 2 dəqiqə vaxt verilir. Beləliklə, Turan Abdullayev 101 kilogram ağırlığın öhdəsindən gəldi və birinci yerə çıxır. İndi isə yeni nəticə qazanıla bilər. Əli Sahib Kazımov Abşeron komandasının daha bir yetirməsi 105 kilogram ağırlıq sifariş verir və bu da hələ ki birdən ağırlıq qaldırma yarışlarında 77 kilogram çəki dərəcəsində ən yaxşı nəticə ola bilər. Əli Sahib Kazımov çox arxayan və inamlı bir şəkildə 105 kilogram ağırlığı başı üzərinə qaldırdı və bir o qədər də inamlı tərzdə hakimlərə bildirir ki 108 kilogram çəkini qaldırmağa səy göstərəcək. Lakin bu bir qədər sonra olacaq. İndi isə paytaxt idmançısı Tofiq Allahverdiyev ikinci cəhdinə çıxır. 105 kilogram ağırlıq sifariş verib, lakin tələsdi, çox tələsdi. Dərhal adətən idmançılar ştanga yaxınlaşarkən müəyyən müddət özlərini ələ alırlar. Sanki özlərini psixoloji cəhətdən yarışa hazırlayırlar. Lakin indi Tofiq Allahverdiyev görünür 105 kilogram ağırlığı öhdəsindən gəlməklə yarışda birinci yerə çıxmaq və Əli Sahib Kazımova çatmaq niyyətində idi, amma bu baş tutmadı. Yenə də 105 kilogram ağırlıq sifariş verilib. Bu dəfə Turan Abdullayev üçüncü cəhdini etməlidir və bu cəhdi də uğurla yerinə yetirir. Beləliklə 105 kilogram ağırlığın öhdəsindən gəlir və bu nəticə ilə o Abşeron idmançısı Əli Sahib Kazımova çatır. Hələ ki iki idmançı yarışda birinci, ikinci yerləri bölüşdürür. Üçüncü cəhdində Tofiq Allahverdiyev də 105 kilogram ağırlığın öhdəsindən gəlməyə çalışır. Lakin nəzərə almaq lazımdır ki, hələ Əli Sahib Kazımovun qarşıda iki cəhdi də olmalıdır. Bundan başqa Nicat Rəhimov hələ bir dəfə də olsun yarış meydanına çıxmayır və 105 kilogram ağırlıq qaldırılır. Beləliklə Tofiq Allahverdiyev də bu nəticəni göstərir. 3 idmançı 105 kilogram ağırlığın öhdəsindən gəlib. Əli Sahib Kazımov, Tofiq Allahverdiyev və Turan Abdullayev. 107 kilogram Ceyhun Tağzadə Lənkəran idmançısı 69 kilogram çəki dərəcəsində mübarizə aparır və gördüyünüz kimi 69 kilogram çəki dərəcəsində çıxış etsə də o 77 kilogram çəkidə yarışan idmançıların göstərdiyi nəticədən də yüksək nailiyyət qazanmağa çalışır. 107 kilogram bu idmançının ikinci cəhdidir. Hələ ki o yarışları 102 kilogram nəticə ilə davam etdirir və 107 kilogram nəticəni axıra qədər başı üzərinə qaldırmadı və adətən ağır atletlər
ağırlıq qaldıranlar belə deyirlər ki, ştanqı ram edə bilmədi. İndi 3-cü cəhdində 107 kiloqramı bəli, idmançı mübarizə aparır və öz məqsədinə nail olur. 107 kiloqram.